Axşamınız xeyir, hörmətli Points Liga həvəskarları, dəyərli izləyicilər. Points Liga'nın 29-cu sezonun elit divizyonunda artıq yarım final mərhələsindəyik. Yarım final mərhələsinin ilk qarşılaşmasında Xəzər dənizi sahilindəki Xəzri Arenada Səbail və Cərki kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. İlk olaraq yarım finalın ilk cütlüyüdür. Finalın birinci kollektivini təyin etmək üçün meydana çıxacaqlar. Digər maçda isə saat 22:00-dan etibarən SS Production və Taverna komandaları arasındakı maçla dəqiqləşəcək ikinci finalçının adı. Hələlik isə Cərki və Səbail kollektivləri arasındakı maç üçün hər şey hazırdır. Ramin Babayevin baş hakimliyi ilə ilk fit səslənir və hər iki komandaya uğurlar arzulayırıq. Bəli, mən də şəxsi yoldaşım Tülay Əsənovun sözlərinə əlavə olaraq salamlayıram və hər iki komandaya uğurlar arzulayıram. Qoy güclü qalib gəlsin. Bəli, Elcan, Amil İlkin topladı. İlkinlə xəyala doğru ötürmə. Emin araya girdi, Emin topu təhlükəli zonadan uzaqlaşdırır. Xəyalın zərbəsi, müdafiəçilərdən geri dönən top. Emin, Telman son anda Amil ayaq qoydu topa. Alt atışını yeni yetirəcək. Telman çox gözəl ötürmə ilk istiqamətində, amma istədiyi kimi topa toxuna bilmir. Elcan ayaq saxladı. Elcan özü də irəliləyir. Elcan sona qədər bir futbolçudan sıyrıldı. Elcan sərbə mövqeyi var. Şövqan topa ələ keçirib. Şövqan əksizim şansı var. Şövqan ötürməsi. Ay. Telman və Şövqan bir-birlərini başa düşmədilər. Halbuki qapı boş mövqeyi idi. Sərbə indirmək olardı. Top itkisi Amildən. Hücum davam edir. Səbail kollektivi adına Şövqan ötürməsiz. Zərbəsi Samirdən. Təhlükəli zərbə Elcan. Gücdən zərbə Şövqan yerinə yetirir. İkinci topda da xəyalda çarpan top meydana tərk edir. Daha bir gücdən zərbə Şövqan ötürməsini verdi geriyə. Emin komandanın kapitanı. O isə öz növbəsində qapıcısı ilə oynayır. Cəmil uzun ötürmə Cəmildən. Nicat baş zərbəsi. Hücum davam edir. Samir'in zərbəsi. Can Sarıyev iki həmlədə topu kontrol edə bilir. Uzun ötürmə ilkin istiqamətində dəqiqdir. İlkin ötürməsi. Nihat'ın zərbəsi ilə sonra Cəmil komandasını Real qoldan xilas edir. Üçüncüdən zərbə Nihat'ın ötürməsi. Cəmil bu dəfə də topa ayaq qoyur. Amilin zərbəsi təhlükəli idi. Bu dəfə də Cəmil ardıcıl üçüncü qurtarış Cəmildən. Hücum davam edir Cərki adına. Ardıcıl dördüncü güc zərbəsi bir dəqiqə ərzində. Elcan istiqamətində. Elcanın zərbəsi Cəmil. İki möhtəşəm hərəkət, iki qapçıdan izləyirik. Ötürmə bu dəfə Nihat'ın ötürməsindən sonra ilkinin zərbəsi dəqiq olmadı. Cəmil son 2-3 dəqiqə ərzində ardıcıl 5 qurtarışla yadda qaldı. Telman topladı. Xəyal ona qarşı baskı uyğuluyur. Samir ötürməsi. Emin'dən çox gözəl ötürmə. Nihat araya girdi. Elcan istiqamətinə geriyə ötürmə Elcan. Nihat'ın ötürməsi. Oy Xəyal. Əlverişli vəziyyətdə topu qapıdan keçidə bilmədi Xəyal. Maç qarşılıqlı hücumlar şəraitində başlayıb. Bu arada səhvə yol verilir. Etonun zərbəsi qapı dirəyi. Səbail komandasını Hüseyin Axundov gözünə görsəndir deyəsən gəlməyib. Samir sığıra bilmədi. Telman
Out atışını yerinə yetirəcək Telman. Bitirməsi keçmədi xəyaldan, amma hücumda davam edir. Samir istiqamətində yaxşı fikirləşmişdi Samir, amma istədiyini reallaşdıra bilmədi. Can. Xəyal. İlkin taban ötürməsi keçmədi. Amma Emin çabuk oynayıb bu epizodda İlkinə qarşı. Nihat'ın zərbəsi Samir'dən geri döndü. Şofkan. Emin sona qədər mübarizə aparır. Topu ikinci ötürməni də yerdə olarkən verməyə çalışdı. Burada karşı durma yaranır. İki futbolcu arasında. Meydanda görmək istəmədiyimiz hadisələrdir bunlar. Ben çeşmeliyim. Adresi bu diye bulamazsın. Şofkan. Sakitləşmək lazımdır. Yarımfinal mərhələsində belə şeylər başa düşüləndə, amma meydanda bu cür hərəkətlərə də yol vermək qeyri-peşəkarlıqdır.
bildiği epizodlardan biri. Görmək istəmədiyimiz hadisələr yaşandı. İnanırıq ki, geridə qaldı bu hadisələr. Maç qaldığı yerdən davam edəcək. Biz yarımfinal həyəcanını, futbol həyəcanını izləmək istəyirik. Və maç qaldığı yerdən davam edəcək. İlkin uzun ötürmə. Top birbaşa qapı istiqamətində getmişdi. Cəmil. Emin topu Cəmil istiqamətində buraxdı. Şövqan. Şövqan. Amildən sıyrılır. Şövqan son anda Elcan. Şövqanın zərbəsindən sonra topa toxunur. Cəlmə zərbəsi artıq maçın ilk dəqiqələrində artıq 3-cü Səbail Folu komandanın passivinə yazılır. Elcan uzaqdan zərbəsi, geri döndü top. Elcan. Uzun ötürmə getmədi. Telman. Telman ötürməsi için zərbə. Top koruyandan silkələdi. Nicat. Sinəsi ilə topu ram etdi. Uzun ötürmə. Dəqiq deyil. Emin. Telman topu ram etdi. Top Amildən meydanı tərk edib. İlkin geri oynadı. Elcan topu meydanda saxlaya bilmədi. Samir. Emin. Emin iki futbolçu qarşındaydı ama topu meydandan Kərki futbolçuları kənarlaşdırır. Orada Xəyal top ələ keçirir. Nihatla paslaşması. Xəyal daha bir ötürmə. Nicat! Hesabatını. Çox gözəl paslaşmalar və maçın 13-cü dəqiqəsində Nicat fərqlənir. Tandem mükəmməl işlədi. Elcan. Nihat. Geriyə yenidən Elcan. Xəyal. Nihat. Yenidən geri paslar. Elcan. Kollektiv futbolda geri döndü. Kərki kollektivi. Nicat istiqamətində çox gözəl pas. Şövqanla mübarizəsi. Nicat topu özündə saxlaya bildi. Geriyə doğru ötürməsi. Nihat. Xəyal topu meydanda saxlaya bilir. Xəyal. Güzel ötürmə ama Nihatla Eto birbirini başa düşmədilər. Top itkisi. Şövqan. Şövqan adi vəziyyətdə top itirir. Xəyal. Uzun ötürmə Xəyaldan. İlkin istiqamətində. İlkin yaxşı saxladı. Nihat'ın zərbəsi. Möhtəşəm bir qola imza atır Nihat. Topu qapının 9'luğuna gönderdi. 14-cü dəqiqənin tamamında mükəmməl bir qolla hesabı 2 fərqli üstünlüyə yüksəldir Kərki kollektivi. Həqiqətən çox möhtəşəm bir qola imza attı Nihat. Eminə qarşı kobud oyun. Emin. Zərbəsini yenə yetirdi. Şövqan. Nihat ayaq qoydu. Şövqandan top meydanı tərk edib. Nicat çık biraz Nicat. İçin gelme oraya. Nihat alt atışını yerine yetirəcək.
Samir araya girdi. Samir'in ötürməsi. İlkin topu saxlamaq niyyətindəydi, amma Çərki futbolçuları niyyəti vermədilər həyata keçirmək üçün. Amma neçə zaddan hücum davam edir. Eminin zərbəsi xəyaldan geri döndü. Emin ötürməsi. Telmanın zərbəsi. Təhlükəli idama. Üstündən meydanı tərk edir. At. Özü topla irəliyir, ötürməsi. Xəyal. Son anda Cəmil ayaq qoydu. Topda Səbail futbolçularından meydanı tərk edib. Gücdən zərbəni yerinə yetirəcək İlkin. Geri ötürmə, Elcan. Elcanın zərbəsi. Oy oy oy! 3-0 İlkin. Elcanın zərbəsindən sonra dönən topu qarşılayan İlkin hesabı 3-0 edir. Yarımfinal mərhələsinin ilk maçında Çərki kollektivi artıq 16 dəqiqə ərzində maçda geriyə qalan oyunlar da olmuşdu, vəziyyətlər də olmuşdu. Bu arada Kermana qarşı Çobud oyun, cərimə zərbəsi. Oyun mübahisələrə görə dayanmışdı, amma vaxt gedir. Vaxtı 16-cı dəqiqəsində hesab artıq 3-0'dır Çərki kollektivinin xeyrinə. Yenidən mübahisələr. Ramin Babayev üçün də həqiqətən etirazların bol olduğu bir karşılaşmadır. Hakim fitdən məhz sonra zərmə zərbəsini yenə yetirə biləcəklərini bildirdi. Emin topun gerisindədir. 3 səfərdən ibarət ansat var. Eminin zərbəsi dəqiq deyil. Top da hər iki top. Ağzı farklı taşkı. Onu at onu tuttu. Böyle maç kaldığı yerden devam edir. İlkin. Elcan. Uzun ötürmə. Caz istiqamətində dəqiq deyil. Kerman bir rəqibindən sıyrılır. İkinci rəqibi ötürməsini verdi Şövqan istiqamətinə, amma top meydanı tərk edir. Amil Taksini yerinə yetirir. Yaxşı ötürmə Xəyala. Xəyal bir rəqibindən sıyrılır, ötürməsini də verdi. İlkin. Emin topu ələ keçirdir. Emin sürətlə irəliyir. Emin ötürməsi keçmədi müdafiəçilərdən. İlkin. Nicat son anda müdafiəçilərdən geri dönən top. Şövqan araya girdi. Gərgin bir karşılaşma izləyirik. Amil Altatçını yerinə yetirəcək. Elcan. Uzun ötürmə Nihatdan. Emin araya girdi. Elçin orada. Amilin ayağı topla oynama məsafəsindən çox hündürdədir. Elçin. Elçin ötürməsi Şövqan. Şövqan geriyə çəkdi topu. Şövqan ötürməsi geri dəyikdir.
Emin topu ələ keçirir dərhal Emin. O da tələsdi ötürmə verməyə. Qarşılıqlı top itkiləri hər iki komandanın aktivində və passivində. Elcan uzun ötürmə, Nicat istiqamətdən. Nicat topu yaxşı ram etdi. Nihat Emin'dən geri dönən top yenidən Nihat. Bu dəfə Cəmil iki həmlədə topu kontrol edə bilir. Emin ötürməsi Samir çox gözəl ötürmə Elçinə, amma Elçinin sürəti daha doğrusu topa çatmağa imkan vermədi. Elcan uzun ötürmə Elcanla xəyal istiqamətində top Cəmilin əllərinə qədər gəldi çatdı. Samir yaxşı ötürməsi verir Telman. Oy Telman Elcandan bədən hərəkəti ilə sıyrılmışdı, amma zərbəsi adi səfərləri buraxmasaydı və şanslardan istifadə etdikdə səmərəli artıq Elsan bu həddə çatmazdı. At ötürməsi Samir. Başla topu meydandan çıxardır. Xəyal alçaqsını yerinə yetirəcək Amil. Xəyalın ötürməsi Amildə qaldı top. Amilin zərbəsi Nicat qapağızında bəli. O mövqedə gedib dayanır, mümkünatı yoxdur. Bədəni 10'dur, amma beyni 50 ballıq oyuncu. Çox gözəl bənzətmə idi. Nicat Elvarın sözünə qüvvət dedi. Elçin Telman ötürməsi Şövqan ötürmə keçmədi. Emin top ələ keçirdir. Elçin Emin yenidən Elçin Elçin Osmanoğlu da fərdi alırda Nicatdan geri qalmır. Ay Telman istiqamətində yaxşı dediyiniz üçün yenə yaşamadı. Elcan, Nihat, sonda top Telmandan meydanı tərk elədi. Sabah komandası geri dönüşü üçün ilk hissədə ən azından bir gol lazımdır, vacibdir. Komanda isə şanslarından səmərəli istifadə edə bilmir. Emin Zərbə endirə bilər. Yalandı amma Amil ayaq qoydu, iki həmlədə top da meydanı tərk elədi. Qapıdan zərbə, top sonuna Emin'dən meydanı tərk edib. Agresiyanı bir kənara qoyub Sabah komandası kollektiv oyuna üstünlük verməlidir məncə. Əgər hesabda geri dönüş etmək istəyirsə. Bəli, söhbət əlbəttə onların Əgər agresiya yaranırsa, əsəblər tarma çəkilir və oyunun gedişatına mənfi təsir göstərir. Mən hətta deyə bilərdim ki, onlar Şəki komandasında söhbət məğlub olurlar. Cəmil Riskli oturması. Şövqan ötürməsi keçmədi, Xəyal. Nihat. Oy, qapı ağzında Emil fərqlənə bilmədi. Bunun üçün əlbəttə fiziki duruma malik olmaq lazım deyil, ən azından məktəb var. Telman Muxtarov topu meydanda saxlaya bilmədi. Hemen get kapıya, hemen get kapıya. Elcan uzaqlaşdırır, amma Elçin topu ələ keçirir. Elçin Xəyaldan sıyrıla bilmədi. Xəyal özü sürətlə irəliyir. Samirlə mübarizəsi. Samir cüssəsi hesabına cüssəsini topla oyuncusunun arasına keçirdi və top meydanı tərk elədi. Emin komandanın kapitanı Sabah kollektivində hər şeyi düzəltməli olan isimlərdən biridir. Bu arada Nicat kəmlə top bitkiləri Elçin top ələ keçirdir. Telman Xəyalın zərbəsi Cəmil, iki hərəkət Şövqan top Cəmildə qaldı. Zata zərbə üçün rahat imkan tanımadılar.
Sadece seyir edir. Çox gözəl ötürməsi Nihatdan. Emil topu meydanda saxlaya bilmədi. Şövqan. Telman. Telman ötürməsi Elçin. Topu saxladı Elçin. Zərbə istiqaməti var. Şövqanın zərbəsi dəqiq olmadı. Xəyal. Emin topu Nihata gəlməyinin qarşısına aldı. Elcan. Uzun ötürmə Elcandan. Cavid topa çata bilmədi. Samir xətt üzərində Elçində paslaşmaları top meydanı birbaşa tərk edir. Elcan tapışını yerinə yetirəcək. Xatladım ki, ilk hissə davam edir və hesab 3-0 Çəki kollektivinin xeyrinədir. Emin çox gözəl sıyrıldı rəqibindən. Xəyal topunu uğraya bilir. Xəyal. Cavid. Yenidən Xəyal. Emilə doğru ötürmə. Şövqan araya girdi. Şövqan sürətlə irəliləyir. Şövqan ötürməsini də verdi. Telman Muxtarovun zərbəsi. İkinci zərbə Elcan Sarıyev və Emil. Birlikdə hücumu dəf edə bildilər Telman Muxtarova qarşı. Telman ikinciden zərbəni yerinə yetirəcək. Ötürməsi Elçinin zərbəsi. Yox. Dəqiq alınmadı. Elcandan ötürmə. Samir sinəsi ilə ram etdi topu. Emin. Emin'dən ötürmə. Elçin istiqamətində çatır Elçinə top. Samir. Samir'dən yenidən Elçin. Çox gözəl paslaşmalar. Yenidən sona qədər top meydanda qalmadı. Emin atışını yerinə yetirəcək. Telman. Aslında bənzəmir. Bəli. Məncə bu ilk hissədəki o agresiyadan sonra baş verdi. Motivasiyanı tam sıfırlayan hərəkətlər. Cavid. Uzun ötürmə Caviddən Nicat istiqamətdə, amma vaxtında Cəmil oxudu bu ötürməni. Top meydandan kənarlaşdırır Emil. Samir araya girdi. Elçin. Çok çok yaxşı fikirləşmişdi. Cavidi də bədən hərəkəti ilə anlatmağı bacarmışdı ama. Bəli. Çox yaxşı oyundan kənarlaşdıra bildi. Amma zərbəsi dəqiq alınmadı. Cavid. Şövqan topa hərəkət edir. İntiqamını alır. Samir'in zərbəsi. Cavid'in zərbə. Rəkt üzərindən. Emil. Topu kənarlaşdıra bilir. Biz maçda məhz bunları görmək istəyirik. Qarşılıqlı hücumlar, qarşılıqlı qurtarışlar. Telman. Atışını yerinə yetirəcək. Telman. Uzun ötürmə. Samir qapı ağzına. Nicat son anda ayaq koydu. Gücdən zərbə. Samir yerinə yetirəcək. Samirin ötürməsi. Can. Daha bir Hərdəsə hiss edirəm ki, bir nəfər 4 nömrə formanı geyməli idi bu. Hal-hazırda maçda 4 nömrəli formanı. 4 nömrəli formanı geyməli. Söhbət kimdən gedir? Gözüm onu axtarır. Xəyal. Girdilər. Adil. Adilin ötürməsi Emil. Cavid. Yenidən Emil. Son anda top. Nəsə Emildən meydanı tərk elədi. Emin. Top itkisi, Xəyal. Yenidən top itkisi. Zərbə var idi, bəli.
Hücum həddindən artıq çox riskli hərəkətlər idi və 3-cü və 2-ci qollarda səhvlər var. Məsələn, Emin Kərimovun adına yazmaq olar. Sərt oynadı rəqibinə qarşı. Cərimə zərbəsi. Gözlər Daşqın Mahmudov axtarır. Mən deyəcəkdim söhbət amma hücum qızışdığı üçün demədim. Bəli, Daşqın Mahmudov Səbahi komandası. O Neymarın söhbəti var ya, oralarda Daşqın olurdu. Cərimə zərbəsi Elcan Sarıyev yerinə yetirəcək. Roger Yosseri yenidən topun arxasındadır. Onun zərbəsi, ikinci zərbə. Top hazırda. Söhbət Daşqın Mahmudovdan düşmüşkən, Daşqın Mahmudov isə bu maçdan dərhal sonraki maçda ikinci yarımfinal cütündə SS Production-a rəqibdir. Bu arada ilk hissə başa çatır. Səbahi 0, Kərki 3, ikinci hissədə yenidən birlikdə artıq hələlik. Artıq ikinci hissə üçün hər şey hazırdır. İlk hissədən sonra Kərki kollektivi Səbahi Lamasda məhz 3-0 hesabı ilə öndədir. Son 3 dəqiqə ərzində vurduğu qollarla final mərhələsinin qapısını artıq aralayıb. İkinci hissə bizim üçün nələrə göstərəcək. İkinci hissə başladı. Bir daha hər iki komandaya uğurlar arzuluyuruq. Cəmil. Emin. Yeniden Cəmilə geri ötürmə. Cəmil Emin paslaşması davam edir. Emin çox gözəl sıyrıldı Aqildən. Emin. Yeniden geriyə dönmək məcburiyyətində aldı. Cəmil. Top itkisi. Son anda Aqilin zərbəsi çox təhlükəli idi. Amil araya girdi. Baş zərbəsi. Top yenidən Zaura çarptı. Emin. Ötürməsi Şövqancın. İstənməyən bir ötürmə idi. Elcan. Elcan özü irəliyir. İlkin. Yeniden Elcan. Son ötürmə. Emin baş zərbəsi. Topu meydanda saxlaya bildi. Səbahi kollektivi. Telman. Samir. Yeniden Telman. Telman ötürməsi. İlkin ayaq qoydu ötürməyə. Emin də İlkinin ötürməsini ayaq qoydu. İlkin taçını yerinə yetirəcək. Amil. Xəyalın ötürməsi. Son anda Emin ayaq qoydu topa. Aqilin zərbəsi gol! 4-0. Səhvlər zinciri davam edir Səbahi adına. Maçın ikinci hissəsinin 3-cü dəqiqəsində. Fikir versənsə 4 qolun 4-də də individuallıq səhvlərdən istifadə edə bildi. Təbii ki. Cəmil. Cəmil rəqibindən sıyrıldı. Cəmil ötürməsini də verdi. Samir. Samir. Şövqan. Yeniden Samir ötürmə. Zərbə Elcan. Mükəmməl seyv Elcan Sarıyev'dən. İlkin topu uzaqlaşdırır. Amil. Top Emin. Gəldi Emin. Xəyal. Topu keçirdi. Nihat. Yeniden Xəyal. Oy oy oy. Cəmil bu dəfə də onun seyvi hesabın artmasının qarşısını aldı. Tüm zərbəsi isə çox təhlükəlidir. Dəqiq deyil. Şövqan. Şövqan 2-0 epizod var. Samir. Telmanın zərbəsi bu dəfə də Amil ayaq qoydu onun topuna. Səhvlərdən istifadə edə bildi. Elcan Səliyev indi gəlir qapıya. Taksi şirkəti gec gətirdi onu. Telman. Samir. Yeniden Telman'a. Telman. Elcan. Xəyala çarpan top. Xəyala verdi. Bəli. Topu öz qapısına yönəldir. Hesab arasındakı fərq 3 topa inir. Yenidən. 4-cü dəqiqədə. İkinci hissədə. 4-1.
buraxılan qollardan birinin əvəzini çıxır Səbail kollektivi. Bu nə dərəcədə komandanı qamçılayacaq sözün yaxşı mənasında izləyib maçın sonunda görəcəyik. Maçın sonuna isə hələ ki 21 dəqiqədən çox vaxt qalıb. Amil Xəyal Şövqanla mübarizəsi, topu itirmədilər. Xəyalın zərbəsi Telman top meydanda qalır. Sonra Telman. Nihat. Oy oy oy. Çalıydı. Cəmil. Qəşəng reaksiya bildirdi, meydanda olala. Ha. Telman. Cəmil. Uzun ötürmə, top Elcanda qalır. Yəni çox gözəl ötürmə. Cəmin dostuna bənzəmir. Çin, Xəyal, Agil, Qısı ama Emin oxud ötürməni. Şövqan sürətləri əliyir. Şövqan Amil qarşısındadır. Şövqan ötürməsi ama Xəyal daha sürətli və daha tez araya girdi. Topu meydandan çıxardır. Hücum devam edir Səbail adına ama out atışı ilə. Emin out atışını yeni itirəcək. Telman qarşısında Amil və Xəyal var. Samir taban ötürməsi son anda Amil araya girdi. Küncdən zərbə Samir yeni yetirəcək küncdən zərbəni ötürməsi. Bu dəfə də Xəyaldan top meydanı tərk edir. Daha bir küncdən zərbə. Eminin zərbəsi Elcan. Saur topu öz qapısına alıp göndərəcəkdir. Xəyal uzun ötürmə. Nihatın baş zərbəsi Cəmil. Şövqan ötürməsi də ünvansız alındı. Qarşılıqlı top itkiləri bu Gəlki komandasına sərf edən bir aldı. Samir. Top ilkindən meydanı tərk edir. Samir. Top meydanda qalır. Samir. Emin. Araya girdi. Nihat qapısı ilə qarşı-qarşıya. Nihatın aşırma zərbəsi qapı diri. Çok gözəl fikirləşmişdi. Həqiqətən. Ama qapı diri ona sevincinə mane oldu. Samir! Yaxşı top elə. Qaydan top, qaydan hücum. Futbol oynamaq lazımdır, bəli. Bəli. İlk hissədə məhz bunu etmək lazım idi. Hesab artıq 2 topa qədər enib 4-2. Komandası geri dönüş edə bilər. Elcan. Eləməli. Elcan özürəliyir. Elcan Xəyal. Görməsi keçmədi. Ama Elcanda qalır top. Nihat. Qapısı boş. Cəmil araya girdi. Amil. Nihat. Cəmildə qaldı top. Telman. Telman ötürməsi keçmədi. Ama Telman daha sürətli. Ehtiyar yoxdur. Ay ay ay. Arda səhvlər. Emin. Taçını yerine yetirəcək. Telman. Telman ötürməsi. Emin. Şövqan ötürməsi. Sabit. Bunu deyil. Futbol oynamaq lazımdır. İlk hissədəki etdiyiniz səhvləri təkrarlamaq lazım deyil. Danışmaq lazım deyil. Sadəcə olaraq futbol oynamaq lazımdır. Məhz bunu etməklə məşğuldur. Səbail komandası, bəli. İkinci hissədə
Hesab arasındakı belki minimum enir 4-3. Xəyal. Ötürməsi Nicat topu meydanda saxlaya bilmir. Cəmil. Cəmildən Şofkan ələ keçirir. Şofkan ələ keçirdi topu. Şofkan ötürməsini də verdi Samir. Çəkdi Samir, ayaq saxladı. Samirin zərbəsi. Nihatdan geri döndü top. Səbahi komandası özünə dönüb artıq agresiyanı bir tərəfə buraxıb maçı davam elətdirə bilər. Hakimin fiti var. Emin arabası birbaşa top qapıya istiqamətlənmişdi. İçin ötürməsi Nihat. Emin araya girdi. Məqsudun önləsi ötürmə sahasına. Samir Eltan. Yeniden qarşılıqlıq yaranıb. Mübahisələr. Emin alt atışını yerinə yetirəcək. Şövqan, Emin. Top ilkindən meydanı tərk edir. Şövqan. Birbaşa heç kimə toxunmadan meydanı tərk edir. At! Çok tehlikeli bir zərbe. Zaur, Cəmil, uzun ötürmə. Samir araya girdi. Samir çok güzel oynuyor. Samir. Yeniden qarşılıqlıq yaranır. Cəlmə zərbəsini yerinə yetirəcək Sabah komandası. 2 nəfərdən ibarət canlı səhv var. Samir yerinə yetirəcək. Zərbə Elcan. Top meydanı tərk elədi. Tehman topu meydandan çıxmağına şərait yaratdı. Şövqan. Zaur araya girdi. Anlaşılmazdı ama top Cəmildə qalır. Zaur. Top meydanı tərk edir. Eto. İlkin ayak koydu topa. Sen out
komandasını ilkin Çərçi komandasına yeni yetirəcək. Komanda yoldaşlarının mövqeyinə baxır. Geri ötürmə, Elcan. Amil yaxşı sıyrıldı, Amil. Zərbə mövqeyi var, Cəmil. Mükəmməl seyf Cəmildən. İlkin ayaq saxladı, İlkin zərbə mövqeyi varmı? Samirin zərbəsi yox. Dəqiq alınmadı. Hesab hələ də 4-3'dür. Geri dönüşün astanasındadır. Səbail kollektivi. Emin araya girdi, Emin. Topu da oynadı, zərbə zərbəsi. Cəmil. Telmandan öncə Amil ayaq qoydu topa. Telman. Şövqan topa çatacaq mı? Çatdı topa. Şövqan ayaqda saxladı. Şövqan ötürməsini də verdi. Kürün zərbəsindən sonra top müdafiəçilərə çarpıb meydanı tərk edir. Kürüstən zərbə. Hücum davam edir. Səbail kollektiv adına Şövqan ötürməsi. Samir sıyrılır rəqibindən zərbəsi. Müdafiəçilərdən geri döndü. Şövqan bu dəfə də Amil. %99 gol şansını bu dəfə Amil çıxardır. Samirin zərbəsi bu dəfə də Amil. Nələr baş verir maçda? Səhv. Xəyal top ələr keçirir. Xəyal ötürməsi. Nihat. Son anda Telman. Bu dəfə müdafiədə komandasına maksimum kömək edir Telman Muxtarov. Xəyal. Telman çobud oynadı. Cəlmə zərbəsi Xəyala qarşı. Zərbəsi tərk elədi. İlkin topu meydanda saxladı. Cansa uzaqlaşdırır. Out. Səbail komandası out atışını yetirəcək Eminlə. Komandanın kapitanı Samir topu bıraxdı Telman üçün. Nihat araya girdi. Nihat ötürməsi İlkin ayaq saxladı. İlkin Şövqandan sıyrıla bilmədi. Şövqan özü sürətlə irəliyir. Şövqan son anda Amil ayaq qoydu topa. Kürüstən zərbə. Şövqan ötürməsi. Xəyal topu təhlükəli sonradan uzaqlaşdırır. Cəmil özü irəliyir. Cəmil ötürməsi keçmədi. Müdafiədədir. Topu da Çərçi kollektivindən meydanı tərk edir. Time-out götürür Səbail kollektivi. Hesab 4-3. Maçın sonuna isə 8 dəqiqə var. Bluetooth mode connected. Time-out artıq başa çatıb. Maç yenə qaldığı yerdən davam edəcək. Maçın sonuna 8 dəqiqədən biraz az vaxt qalır. Hesab isə 4-3 Çərçi kollektivinin xeyrinədir. Halbuki hesab 4-0 ikən Səbail komandasından ümidlər üzülmüşdü, amma Səbail kollektivi geri dönüşün astanasındadır. Emin özü irəliyir, ötürməsi. Emil ayaq qoydu topa. Uzat. Ötürməsi dəqiq deyil. Şövqan.
Şövqan bir rəqibindən sıyrıldı. Şövqanın taban ötürməsi Samir. İlkin zərbəsi keçmədi müdafiəçilərdən. Emil top ələ keçirir. Emil sürətlərini Şövqan. Mükəmməl hərəkət. Şövqan, Samir, İlkin. Son anda Cavid ayaq qoydu bu topa. İlkin ötürməsi keçmədi. Top da meydanı yenidən tərk edir. Şövqan. Şövqanın zərbəsi Cavidə çarpan top. Samir. Telman. Telman topladı. Geriyə Cəmil. Cəmil ötürməsi keçmədi. Təhlükəli vəziyyət var. Və onun zərbəsi Cəmil son anda səhvini sığorta edir. Amma küçdən zərbə ilə Çəki komandasının hücumu davam edəcək. Hayal. Ötürməsi içindən top geri. Tek səfərdən barədə kestim. Ben tek bir şeydim. Elcan. Sun ötürmə Elcandan. Nicat istiqamətində. Nicat üstündən keçən bir ötürmə oldu. Telman. Taban ötürməsi keçmədi. Cavid. Elcan. Yeniden Cavid. Emil. Ötürməsi. Nicat topu saxladı meydanda. Ötürməsi keçmədi. Samir top ələ keçirib. Samir. Samir Emil'dən sıyrıla bilmədi, amma top komandasında qalır. Emil. Emil. Samir. Samir son anda İlkin ayaq qoya bilmədi bu topa. Şəxsən Samir. İlkin üçün Rızayev üçün mühüm olan bütün vəziyyətləri yarattı, amma İlkin nədənsə istifadə edə bilmir. Cavid. Hələ oyun. Caviddən. Cəmil ötürməsi Samirdən Şövqana. Yenidən Emin. Telman. Telman ötürməsi Samir. Kim üçün saxladı? Komanda yoldaşlarına heç başa düşmədi. Cavid. Cavidin ötürməsi qeyri-dəyəkdir. Telman alt atışını yerinə yetirəcək. Emin. Emil səhvə yol verdi adi epizodda. Xəyal son anda Cəmil komandasını Real qoldan xilas edir. Xəyal daha bir hücum əmləsi Şövqan dəfə ayaq qoydu topa. Xəyal küçdən zərbəni yerinə yetirəcək. Cəmil bu dəfə də yaxşı oynayır. Sabirdən ötürmə, Telman topu ram edə bilir. İlkin ötürməsi sonunda Amil ayaq qoydu bu topa. Daha bir out atışı. Samir'in zərbəsi dəqiqdir. Daha kompakt hücum lazımdır. Oyuna əlavə. Nihat bu arada Nihat'ın zərbəsi bu da dəqiqdir. Maçı penaltilərə daşımaq üçün ən azı bir qola ehtiyacı var Səbay kollektivinin. Şövqan ötürməsi. Amil ayaq qoydu topa. Nihat meydanı tərk elədi top. Telman. Samir. Ötürməsi keçmədi komanda yoldaşlarına. İlkin topu meydandan uzaqlaşdırır.
Alt atışını Sabah kollektiv yerine yetirəcək. İlkin alt atışını yerine yetirir. Evcan. Evcan'dan uzatılma. Top Cəmilə qədər gəldi. Sarı vərəqələ cəzalandırılır Telman Muxtarov. Etmezdim Telman. Anlamış değilim. Top Ama o itkisi. komandası- Oy oy oy. Zərbəsi. komandasına hal-hazırda. Negativli yaşılıyır. Nihat sıyıra bilmədi. Xəyal zərbəsi. Nihat ayaq saxladı və gol! 2. Səfi maksimum dəyərləndirir və komandasının üstünlüyünü yenidən kitaba çatdırır. 2. Telman rəqibindən sıyrıldı. 2. Sıyrıldı rəqibindən. Ötürməsini də verdi. Xəyal. Emin. Ötürməsi keçmədi. 2. Xəyal. Şokan sıyrıldı rəqibindən. Şokan meydana tərk edib öz səsimi özüm eşitmirəm artıq. Evcan. İlkin. Nihat. Amil ötürməsi. Nihat. Sotda da təklərlə bilmir. Nihat bugün gol vurdu yoksa yok. Vurur bəli 16-cı golu. Bombardeliyə. Vurur. Katakayı vurur. Nihat vurur da, neyse vurur. Topu kapının 9'luğuna gönderdiği topda ikinci gol səhv etmirəm. Bəli, bəli. 5 golu 16'ya çevirir. Səfirəsə Anar Zamanovun rekorduna ise 2 gol qalıb. Yəqin onda finala saxlayır. Samil'in zərbəsi, Xəyaldan top geri dönür. İlkin. Emin. Xəyal. Geri dönür Amil. İlkin topa tutabilməli. Rahim Babayev saatına baxır artıq. Emin. Oyna Emil, oyna saklanma. Cəmil. Cəzə dönəcək. 5. komanda faulu artıq. Şöpqan. Şöpqan sığla bilmədi. Amil topu meydandan çıxardır. Cəmil. Emin ötürməsi. İlkinin baş zərbəsi gol. Axır ki İlkin hesabı 5-4 ödür maçın sonuna 1 dəqiqə qalmış. Bəli artıq 5-ci komanda faulunu doldurub. 8. Elcan topu uzaqlaşdırır. Top tərk elədi. Cəmil uzun ötürmə. Şöpqanın önsə Amil. Xəyal. Xəyalın ötürməsi. Elcan.
Telmə ilkin başla uzaqlaşdırır topu. Sonunda Nizat ayaq qoydu topa. Telman ilkinlə mübarizəsi Telman. Şövqan 4 nəfərdən ibarət birliyin içinə daxil oldu belə desək. Nizat topu uzaqlaşdırır təhlükəli zonadan. Cəmilin zərbəsi müdafiəçilərə çarpan top, gücdən zərbə. Sonuncu hücum şansı. Samir Rivin topu qapıdan keçirə bilmədi. Finala bərabər bir oyundu. Mən də Və beləliklə maç başa çatır. Kəlçi komandası bu gərgin və prinsipial qarşılaşmanı 5-4 hesabı ilə qələbə qazanaraq adını finala yazdırır. İlk finalçı Kəlçi kollektivi olur. İkinci finalçının adına isə bu maçdan dərhal sonra SS Production və Taverna arasındakı maçda dəqiqləşdirəcək. Hələlikdə bizi izlədiyiniz üçün təşəkkür edirik. İkinci görüşdə, ikinci yarı final qarşılaşmasında sizinlə bərabər olacaq. Hələlik sağ olun.